Salam, hər vaxtınız xeyirli olsun. Bugün növbəti qayda izahları ilə qarşınızdayıq. Hazırda qeyd edeyim ki, buraxılış qruplarına qeydiyyat davam edir. Dərslərimiz həftə 4 dəfə keçirilir və xüsusi endirim var. Siz də əgər dərslərinizdən riyaziyyat, Azərbaycan dili və xarici dil kimi rus dili, ingilis dili dərslərimizə qoşulmaq istəyirsinizsə 055 408 17 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək izahımıza. Leksik şəkilçilər içərisində k, sız, gil, daki şəkilçiləri, qrammatik şəkilçilərdən, belə deyim, özündən əvvəl qrammatik şəkilçilər sözlərə qoşulmasına imkan yaradır, şərait yaradır. Azərbaycan dilində belə bir qayda var ki, sözə ilk olaraq leksik şəkilçi, daha sonra qrammatik şəkilçi daxil olur, qoşula bilir. Amma k şəkilçisidir, sız şəkilçisidir, gil şəkilçisidir, daki şəkilçisidir. Bundan əvvəl qrammatik şəkilçi sözə qoşula bilir və bu qoşulma zamanı biz bilirik ki, əvvəlcə daha doğrusu sözdə başlanğıc formalar qrammatikə qədər, leksikdə daxil olmaqla qrammatikə qədər olan hissəni götürürük. Amma bu kimi artıq sözlərdə əmimgil, xalamgil, evimizdəki kimi sözlərdə bütöv şəkildə götürüləcəkdir. Həm başlanğıc formaya qrammatik şəkilçi, həm də leksik şəkilçi daxil ola bilər.